bir daha axşamın xeyir. Salam mənəcim. Siz mən aşağı atmadım. Mən qaçısına da yazırsınız ikinci dəfə qaçısı qədər. Sizin Qardaşım, mən neçə gündür sənə yazıram, pozuram, nə bilim də, nə haqqa verirəm, səndən cavab Mən alıram. sizə hələ də sual verirəm ki, əsenliklər nə deməkdir? Mən də eyni cavabı yenə verəcəm, izah edib, imkan verirsənsə. Əsəmliklər ümumiyyətlə salamlama növüdür. Türklərin salamlama növüdür. Əgər mənasını soruşursansa, Niyə görə bizim prezidentimiz belə salam verir? salamatçılıq, əmin-amallıq, rifah mənasını daşıyır. Amma Niyə salam yox əsenliklər? Çünki bax, bir insan əcdadını unutmamalı. Bu mənim fikrimcədir. Aha. Mən də əcdadım türkdür. Hansı Millətim boyundansa türklərin? Oğuz boyundan. Əcdadınız kim olub orada? Oğuz boyunda hansı şey olub? Xanlıq olub? Oğuz boyunun əvvəla, bax, bu yanlış sualdır yenə də. Oğuz boyu başlayır Oğuz Yaqubu dövlətindən. Ta ki Xəzərin boynundan Əcəm diyarın fırlana gəlir Qardaş, Qafqaza. Oğuzlar, bax sual verirəm. Bozoklardan yoxsa üçoklardansınız? Onu mən yalan deyərəm, o qədər bilmirəm. Amma bilirəm ki, mən dəqiq Əcdadınızı bildiyim niyə bir şey var. unutursunuz? Qardaş? Əcdadım türkdür, bəs edir mənə. Bunların hamısı mənim Bozoklardansınız, əcdadımdır. üçoklardansınız. Roman papasını diz çöktürən Attila da mənim əcdadımdır. Qardaş, bozoklardansınız, üçoklardan. İstər 10 dəfə özündən artıq Metexan. Tamam, yaxşı, gələk sualı var. Və sairə belə. İndi gələk əsas məsələyə icazə verirsənsə. Debat eləmək istəyirsiniz? Bəli. Əsas məsələyə Mövqeyimiz gələk. nədir? Mövqeyimiz debat əsasında özün anlayacaqsan. Yox da qısa adını deysən, mən bilirəm. Məsəl üçün, ateizm nədir, deizm nədir, agnostisizm nədir? Qısaca deyən görə, non-teistsəyiz. Daha yaxın deyildi. Daha yaxın. Amma nano deyildi. İndi gələk əsas məsələyə icazə verirsənsə. Hansı mövzu üzərində debat eləmək istəyirsən? Başlayaq Big Bang'dan. Big Bang'ı qəbul edirsən? Başlamayaq. Əlbəttə. Deyirəm, hansı bir mənalı olaraq mövzumuz nədir? Mövzumuz, mənim mövzum netdir. Yaradan var, amma o yaradan dini kitablarda yazıldığı yaradan deyil. Bax, Tamam, mövzum. yalandır dinlər. Dinlər yalandır, bəli. Quran oxumusunuz, Oxumuşam. İncil oxumusunuz, İncil də oxumuşam, tam oxumamışam, amma oxumuşam. Tövrat oxumusunuz. Tövrat oxumamışam, yox. Quranda neçə ayə var? Quranı sən Qurancı sənsən, hər halda sən daha yaxşı. 6000 Quranı oxumalısınız ki, tamam, yaxşı. Quranda neçə 6200 nəsə ayəli yazır. Quranda neçə cüz var? Neçə cüz var? Qardaşım, biz Qurandan danışmırıq. Qurancı Niyə ondan danışırıq? Çünki siz ona yalan deyirsiniz. Bir şeyə yalan demək üçün, bir şeyə yalan demək üçün o şeyi oxumalı və ondan sonra yalan olur. Sən mətləbdən qırağa çıxmayaq da. Mən iddia edirəm ki, sən Quran oxumarsan. Net sual verirəm. Sən niyə sual verirsən? Deyirəm, hələ bir sual qoyaq qırağa. Deyirəm, iddia edirəm ki, sən Quran oxumamısan. Mən Quranın 7 surəsini oxumuşam. 7 surəsini. Bəli, 2-7 surə. 2-ci surəsidir. Əl-Bəqərə. Tamam. Ən çox da ayəsi Bəqərədədir. Əhsən. Oxuduğumu görmüşəm. Bunu oxuduğunuzu iddia 7 edirsiniz. surə oxumuşam, bəli. Bax qardaş, biz səndən istənilən mövzuda danışmağa hazırıq. Hətta debata da hazırıq. Çünki danışmaq başqadır, diskussiya və debat tamamilə ayrı şeydir. Mən səndən bir şərtlə danışaram. Tamam. Deizmin etimologiyası nədir? Deizm, bax, qardaşım, Yunan sözüdür. Qədim Yunan, qədim Latın dillər. Deus, yəni tanrı. Ateist isə ateus, yəni siz şəkil Yox, ateizm yox. Deizmin etimologiyası. Deizm ilahi qüvvənin varlığını qəbul edən. Net cavabı budur. Deizmin etimologiyası nədir? İlahi qüvvənin varlığını qəbul edən. Ona sən tanrı deyirsən, digər Allah deyir, hərə bir söz deyir. Amma ilahi qüvvə, məsələ budur. Xoşuma gəldi. Qəşəng. Amma o ilahi qüvvə sənin yazdığın debat eləyəsinlər. Debat eləyək. Tamam. Big Bang'ı qəbul edirsən 13.8 milyard il bundan qabaq. Böyük partlayış, Big Bang. Qəbul edirsən yoxsa yox? Bəli, qəbul edirəm. Tamam, əla. Qarşı gəldik. Yerin yaranma tarixini bilirsən, yer kürəsinin. Bəzi mənbələrə görə 3,4 milyard, bəzilərinə görə 4.6 milyard il. Yer kürəsidir. Dəqiq bir məlumat deyil də, yəni mənbələrə əsaslanaraq fərqli baxışları bildirirəm.
Əzizim, məlum olan variant budur. 4.6 milyard yer kürəsinin yaşıdır və ay isə ondan 64 milyon il cavandır. Bu barədə aparılmış akademik qaynaqları deyin də oxuyaq. Axırda nə isə. Akademik qaynaq deyin oxuyaq. Oxuyaq. Deyin. Qardaş, akademik qaynaq lazımdır. İnternet dünyasını yaşayır. Lazımdır qardaş. Akademik qaynaq, araşdırma, tədqiqat, hansı fizikçinin, hansı jeoloqun bu barədə tədqiqatı var, araşdırması var. Yerin yaşını təyin edirsiniz. 4,7 dediniz. 6. Xahiş edirəm, akademik qaynaq deyin. Açdım Google-u. Hal-hazırda Google-dayam. Buyurun. Sual ver, yerin yaşı nə qədərdir? Sənə Qardaş, mənə Wikipedia və ya ümumi süni intellekt məlumatı lazım deyil. Akademik qaynaq. Bəli, olmadı bu. Akademik qaynaq. Tamam. Yaxşı, onda sənə bir dənə sual verim. Akademik qaynaq. Qulaq as da, bir sual verim. Akademik qaynaq. Belə danışarsansa, Qardaş, siz əgər belə danışarsınızsa, bilək ki, bu debat deyil. Bilək ki, Yox. bu Sən çayxana söhbətidir. Sən Əgər dominant debat olmaq ediriksə, istəmirsən. debatda mənbələr təqdim olunmalıdır. qulaq as da, yaxşı 3 milyard olsun, 4 milyard olsun, fərqi yoxdur. Xəbərini aç göstər. Davam elə, sən dinləyirəm. Bu dərəcəyə kimi gəldi? Tamam, olsun 1 milyard da olsun aşağı üç Aha. yəni. Amma 4-6 nəysə. Hə, yaxşı, 4-6 düşü, aha. Daha bir fakt deyim. Yer kürəsi isə son 500 milyon ildir ki, artıq yaşayış üçün əlverişlidir. Mən bu barədə dəqiq məlumat sahibi deyiləm. Bu harda oxumusunuz? Tamam, elə bildiyin elə internet dünyasıdır. Hər şeydən məlumat almışıq, azdan çoxdan. Qardaş, hardan oxumusunuz? Qardaş, mənim oxuduğumu sən vurub Google-da, Google-u silib cavabını ala biləcəyin bir şeydir. Nə yazım çıxsın ikinci məlumatı? Yer kürəsinin nə qədər zamandır yaşayış üçün əlverişlidir. Yer kürəsi nə qədər zamandır yaşayış üçün əlverişlidir. Nə qədər dediniz siz? Təqribən 500 milyon il. Alimlərin hesablamalarına görə yer kürəsi canlıların yaşaması üçün təxminən 1 milyard il daha yararlı olacaq deyir. Amma sizin dediyiniz Yox, nə qədər vaxt. sizin dediyinizlə bağlı heç bir məlumat Ay qardaş, sizin dediyinizlə bağlı heç bir məlumat qarşımıza çıxmadı. Tamam, çıxmasın. Eyb yox, çıxmasın. Vallahi Bir çıxmadı. də biz indi gəldik bura. Dinozavrların yaşadığını qəbul edirsən yoxsa yox? Bu barədə də zəndəyəm. Səndəsən. Bəyəm arxeoloji qazıntılar, tapıntılar sənə kifayət etmir. Bu barədə akademik qaynaq deyin oxuyaq. Erik von Däniken, Avstraliya alim. Erik von Erik von Däniken. Däniken. Erik Onu bir von araşdır. Däniken. Hə? Bəli, Erik Belə bir von adam yox. Däniken. Belə bir adam. Erik qətər yəni yoxdur. Erik von Däniken. Avstraliya alimdir. Sonu nıdılı. Däniken. Erik Erikdir. Von Erik von. Erik von Däniken. Belə bir adam yoxdur. Belə bir adam yoxdur. Süni intellekt sizi aldadıb bəy. Necəs? Elvin bəy salam. Necəs? Aleyküm salam. Deməli, Əhli Beyt nökəri sual verir. Bir məhsul alıram. Məsələn, 300 manatdan nağd kreditləsə, Mən deyirəm. Bangladeş verir. Bunun üçün nədir? Halaldır. Halaldır. Mən də Elvin kimi açacam bundan sonra canlı uşaq. Məğriblə məğrib nədir? Məğriblə məşriq olur. Gürcistan qüvvəti. Aleyküm salam. Çox sağ olun, siz. Dedim ki, müntəzəm mənim səsimi bağlayıb. Yox, bağlamamışım. Amma mən sən səsimi bağlamışdım, qardaşım. Bu suallara cavab verirdim. Qardaş. Aleyküm salam. Qardaş, bu kişini deyirsən, bax gör. Ay qardaş. Bir dənə qayıt. Nəqşi qardaş. Elvin, qayıtdım. Hə, bunu deyirsin? Bəli. Hə, bu kişi ümumiyyətlə şeydir, yazardı yəni qardaş. şair. Yazardı, arxeologdu. O kişini bir dənə araşdır görəsən. O Bu kişi İsveçreli yazardı da qardaş. gördün var imiş deməli. Deyirsən Bildiğim yox. kişi yazardı da qardaş. Siz dediğiniz adam. Yazardı, bəli, yazardı və arxeologdu. Sənə düşüb narahat olmaz. Arazinli arxeologdu.
Ha, arxeoloqdur. Nə var bu? Yəni deyirsən ki, yoxdur deyirəm bəyəm o boyda arxeoloq qazıntılar, tapıntılar Valla kifayət ben etmir. sen yazanı yazdım, sen diyeni yazdım çıkmadı. Ne var bu kişide? O kişi yazarda arxeoloqdur. Arxeolojik qazıntılar aparır. Və Siz müəyyən değilsiniz Avustralyadır. Avstraliya dedim Avstriya, Alman mənşəlidir. Avstriya Yalan dedim değilsiniz. mən. İsviçrelidir kardeş. İsveçrəli olsun da ola bilsin amma soyad Alman mənşəlidir. Daniken. Yəqin ki fərqini görə bilərsiniz də. Şimdi bu kişi ne var? Bu kişi ne var bu kişi? Bu kişi yenə də deyirəm, arxeoloqdur. Dalda ekran yanlışıdır. verirsin. Aha. O kişinin bir sıra işləri var, onu özün oturup Kardeş uzun ne iş var? söyledim. Sana bu kişinin de bize niye dedin? Ne var bu? O kişinin niye dedim sənə? Çünki ona dedim mən sənə dinozavrlardan sual verdim. Dedim ki şübhəlidir. Deyirəm bəyəm arxeoloji tapıntılar sənə kifayət etmir ki onu qəbul edəsən. Gözle. Bu qədər arxeoloji tapıntılar var. Kardeş bizde de dinozavrlar var. zahmet olmasa. Bəs etməlisən onlar. Bak, Erik von Daniken dinozavrlar hakkında bazı fikirler irəli sürüb. Ama onun bu mövzuda elmi araştırması yoktur deyir süni intellekt. Bax, indi gör mən də sənə cavabını nə deyirəm. Bir Buyurun. şey... Ay sağ ol. Əgər teoriya bilirsən də nədir? Nəzəriyyə. Nəzəriyyə elmi isbatını tapdıysa olur elmi ixtira. Amma Adam tapmadığı bak, təqdirdə von Daniken yalnız arkeolog, teoriya. paleontolog veya biyolog değil. O daha çok belə iddialarıyla tanınır. Qədim dövrlərdə yer Neyse, kürəsində bunu yapılan keçdik də işlər mətndən qırağa işarət çıxmayaq da qardaşım. Mətndən Qardaş qırağa sen dediğin hiçbir şey düzsüzdür. Gələk, Adam. bax, gələk paleolit dövrünü bilirsən, paleolit dövrü. Mən onlar maraqlı deyil. Bak sen Neolit, deyirəm ki, ay qardaş, eşitirsən mən. Tunç Sən dövrü, deyirəm, dəmir dövrü və s. danışdığınız heç bir mövzu öz doğruluğunu göstərir. Gəlirik Arxeolog də, deyil. bala aşağı düşürük, bala aşağı düşürük. Qardaş, Erik Bilirsən, von Daniken eyvallah. arxeolog değil. Bax, paleolit dövrü, qəbul edirsən paleolit dövrünün olduğunu. Mezolit, bunları qəbul edirsən hamısını. Aha, qəbul edirəm. Ha. Ay sağ ol. Homo sapiensləri qəbul edirsən yoxsa yox? Bəli, qəbul edirəm. Ay var ol. Neandertallar və s. və ilahi. Hamımız meymunlarda hətta kamili qəbul edirəm. Biz meymunlardan gəlmişik. Sonra. Olsa. İndi bir sual çıxır o zaman. Aha. Eşidirsən qardaşım? Bəli. Ay sağ ol. Deməli qəbul edirsən. Təkamül Neandertallar kimi və s. və ilahi. Buz dövrünü də qəbul edirsən? Bəli, hamısını qəbul edirəm. Ay sağ ol. İndi də görüm hansı dini təkallahlı kitablarında sənin bu dövrlərlə bağlı bir məqam var. 230 milyon il yaşayan dinozavrlar Tamam. haqqında, yerin yaranma haqqında və s. və ilahi. Bir də sonda bunu deyim. Yerdə yaşayışın olmağı üçün yer kürəsi öz günəşindən ideal məsafədə olmalıdır. Uzaq məsafədə su hər planetdə bu şəklində və Tamam. par şəklində var. Uzaqda buz, yaxında par. Tamam. Ortada su yetirir. Qardaş, cavab vereyim. Bir. Birincisi, heç bir dini veya semavi kitab nə biyoloji kitabı deyil, nə arxeoloji tədqiqat kitabı deyil, nə tarix kitabı deyil, nə coğrafiya kitabı deyil ki, sənin sadaladığın bu Elmi məlumatlar... kitab deyil. Qardaş, bir dəqiqədə sənin danışdığın bu məlumatlar haqqında, yox, elmi kitab deyil, yox, oralara girmə də, oralara girmə, oralar sana ziyan verəcək. Sən oralara gələr, hələ mövzumuz o deyil. Vallahi ziyan verəcək, sən orada səpərsən, gözlə hələ. Mən başqa şey deyirəm ki, bu kitablar ümumiyyətlə elmi tədqiqat, yəni sırf bu məsələlər üzərində dinozavrların həyatı haqqında danışan bir kitab deyil. Bu kitab biyologiya, coğrafiya kitabı deyil ki, bu cür şeylərdən bəhs etsin. Bu kitab Allah tərəfindən yer üzərinə nazil edilmiş, insanların fitrətində mövcud olan təməl xüsusiyyətləri kamilləşdirmək üçün, insanları səadətə çatdırmaq üçün göndərilmiş bir kitabdır. Yəni bu kitabın məqsədi bu deyil ki, bizə dinozavrlardan bəhs etsin. Bu kitabın məqsədi deyil ki, bizə nə bilim qarpızdan, yemişdən. İnsanlar nə qədər vaxt yaşayır? Ümumiyyətlə bu məlumatları bizə Quran-ı-Kərim niyə versin ki? Niyə verməsin ki? Yaradan öz Niyə varlığına- versin axı qardaş? Sən bu nə cür bir iddiadır? Allah bir kitab göndərəcək və o göndərdiyi kitabda mezolit dövründən danışır. Bu nə cür bir iddiadır? Yəni nətər bir düşüncə təfəkkürdür bu? Allah niyə belə bir şeydən bəhs etsin?
Yenə ürəyə getdi. Ay qardaş. İnsan üçün normal bir sualdır. Ha, gəldin. Buyur. Deyirəm Allah niyə bir göndərdiyi kitab? Buyur, Cavab eşidirəm, budur ki, eşidirəm. qardaş, Allahın nazil etdiyi kitabın belə iddiaları yoxdur ki, belə bir kitabda bu məlumatlar da yazılsın. İndi bax. Burada fikirlərimiz ayrılır bizim. Yani uzun sözün kısası. Yani burada indi gələk ilk insan da Adəm peyğəmbərdir, yoxsa yox? İlk insan xeyr, Adəm əleyhissalam ilk peyğəmbərdir. Yəni mənə maraqlı deyil. Ondan kimdən törənib, kim kimə Başa düşdüm, nə qədər sənə bu maraqlı oldu olmadı. Güya sən onu desən də onun cavabı da var, o ayrı bir məsələdir. Mən başqa şey deyirəm. Deyirəm Adəm əleyhissalam ilk insan deyil, ilk peyğəmbər. Deyil. Aha. Yaxşı, və zaman ilk insan nə vaxt yaranıb? Bilmirəm. Dini kitablar bu. Məlumatım yoxdur bu arada. Səncə niyə? Mövzumuz teologiyadır. Biz dindən danışırıq. Allah varmı, yoxmu? Din varmı, yoxmu? Yoxsa biz biologiyadan mı danışırıq? Fizikadan mı? Nədən danışırıq? Bir qərar verin. Yəni mən dindən danışırıqsa dindən danışaq. İlk insanın yaradılışından danışırıqsa ondan danışaq. Əgər dinin varlığını isbat etmək istəsənsə, biz bunların hamısından danışmalıyıq. Qardaş, mən niyə bundan danışmalıyam ki, ilk insan necə yarandı? Ya Adəm əleyhissalamdır ilk insan. Amma ondan əvvəl yaşayanlar ilk insan strukturunda deyildi. Təkamüllə insanlıq strukturuna gəlmişdi. İlk keçid məxluqu, təkamüldəki o insana keçid var idi. İnsana keçidin tam forması isə Adəm idi. Tamam. Yaxşı, yerə həyat hardan gəlib? Allah xəlq edib, Allahdan. Hansı yer planetinə hardan gəlib? Allah. Cavabını bilirsən. Allah. Yerdən başqa hansı planetdə yaşayış var? Yaxşı, Yox. bir dənə sonra. Yox. Məncə insanların yaşaması üçün yoxdur. Başqa canlılar, başqa planetlərdə yaşayır. Ya, burada böyük yanılırsan. Ay qardaş, sən gedib bu Erik von Daniken oxumusan, bu da elə sənin kimi deyir. O Yer Erik kürəsində yağ planetlər gəlir. Gel, Allah'ın olsun, elə ağzınıza nə gəlir? YouTube'da, TikTok'da videolara baxa-baxa. Özümüz bir hala salmışsınız. Gəl görək də düz deyirəm, səhv deyirəm. Qardaş, mənə görə yağ planetlər var, mən onu qəbul edirəm. Yaxşı, kainatın sonsuz olduğu və ya sonsuza yaxın olduğunu qəbul edirsən? Xeyr, kainatın bir sonu var. Bunu 1929 Edwin Hubble apardığı tədqiqat, onun teleskop vasitəsilə aparılan tədqiqatlar göstərib ki, kainat genişlənir, böyük partlayış olacaq və hər şey O bitəcək. zaman sonsuza yaxın olsun, tamam. Hər iki variant Sonsuza yaxın başqa şey. Sonsuza yaxın nə deməkdir, qardaş? Sonsuz deyil. Qardaş, 13.8 milyar ildir bu kainat yaranıbdır. Bu sonsuz deməkdir. Sonsuz da deyirəm, böyük rəqəmdir. Az rəqəmdir bəyəm. O qardaş az rəqəm deyil, amma sonsuzun yanında azdır. Sonsuzu hələ sən bilmirsən nə vaxtı. Hələ Andromeda Sonsuz deyirsən ağzında. Sonsuzun vaxtı var. Andromeda galaktikası hələ bizim galaksikanın 2 milyon il sonra, yarım il sonra toqquşacaq. Onun kimi də trilyonlarla Bunun galaktikalar toqquşması da var. sadəcə bir fərziyədir. Belə bir şeydir. Boş ay qardaş. Niyə? Bəli, sən nə danışırsan? Fərziyə nədir? Bunu elmi araşdırmalar var. Qardaş, sən elə danış. Sən təhsilin nədir qardaş sən? Mənim təhsilim burada rol oynamır. Mənim Bilmək ağlım istəyirəm də qardaş, nədir? təhsilim Mənim ağlım nədir? Ay qardaş, təhsilin Mənim nədir? ağlım Diplomun nədir? Harda təhsil almışsan? Təhsilsizəm, amma bu təhsilsiz kimi sənə bu sualları verməyə ağlım kəsir. Vallah verdiyin suallardan heç özün xəbərin yoxdur sən nə danışsan. Mənim xəbərim var, amma sənin dəqiq xəbərin yoxdur. Ki, cavab verə bilmirsən. Qardaş, ola sizə bir sual verim. İkisini də verə bilər. Niyə vermirsən? Ver. Bu verdiyiniz məlumatlar var, Hə. Mən bu məsələlərə epistemoloji skeptisizmlə yanaşsam, bu əldə etdiyiniz məlumatların doğruluğunun düzgünlüyü hansı əsaslara görə təyin olunur? Tava gəlib onda suala mən sənə izah edim. Də olar. Buyur. Məntiqi izahını verim, çox sadə. Yerdə yaşayış var. Düzdür, hamımız yaşayırıq. Bu hamımıza məlum da, yerdə yaşayırıq. Yer niyə görə? Yerdə niyə yaşayış var? Çünki öz günəşindən ideal məsafədədir. Mən bunu soruşmamışam. Yox, bu sualın izahıdır sənin. Əlaqəsi yoxdur. Elə qəşəng əlaqəsi var ki, Nədə dinləsən. əlaqəsi qardaş? Mən sual verirəm ki, epistemoloji skeptisizmlə yanaşsaq sizin əldə etdiyiniz məlumatların doğruluğu necə təyin olunur? Mənə deyirsən yerlə günəş ideal məsafədədir yaşayış. Nə danışırsan? Onun doğru. İzah eləyin görək epistemoloji skeptisizmlə. Mən əgər Arkadaş, bilsəydim bu astronomiya nədir? Deyirəm epistemoloji skeptisizmlə yanaşsaq
Sizin əldə etdiyiniz məlumatların doğruluğu hansı metodika ilə təyin olunur? Deyirsən astronom, nə danışırsan, neysə? Deyirəm, mən sənin astronomiyadan anlayışın yoxdur, bilsən. Astronomiya yox, deyirəm mən günəşdən danışıram. Astronomiya. Sən başqa şeydən danışsan. Sənə deyirəm ki, ay dəyərli qardaş, epistemoloji skeptisizmlə yanaşsaq, əldə etdiyiniz məlumatların doğruluğu necə təyin olunur? Sən nə danışırsan? Doğruluğu təyin olunur. Hansı metodika ilə? Və o metodikaları da özünə də epistemik, Təyin olunur. skeptik yanaşsaq, necə bunun əsası var? Necə rasional bir argumentasiya? Öncə nasıl araşdırması və s. Ay qardaş, Qardaş, epistemoloji skeptisizm nədir? Əksi mənim ağıl danışmır, sualıma cavab ver. O nədir, bu nədir? Sən suala cavab ver, sonra sual ver. Nə danışsan, sən? Sən danışdığı bilmirsən. Sənə mən elementar sual verim, sualdan yayılıb özümə sual yaradırsan. Niyə ki? Mən sual dedim, onlar sizə sual verim, dedim Əgər işləmir. bilmirsən, sən növbəti debatda astronomiya bilən bir şəxslə qoşarsan, o zaman daha ətraflı danışarıq. Bunun uzatmağın nə mənası var ki? Cazibə qüvvəsinin düsturu. Qardaşım, bilməmək eyib deyil. Tamam, bilirəm. Cazibə qüvvəsinin düsturu nədir? Onu sən bilirsən. Onu artıq mən bilmirəm. Mənim bildiyim astronomiyada tarixdir. Az çox coğrafiyanı bilirəm. Elvin, bir dənə bu qardaşlar danışıb gələm. Ay Elvin. Abi İslamı tanımağı deyilsin. Elvin. Buyur. İslamda var da İslamda Adem ve Səndən də Allah'ın öyle. demiş bəs var. Daha Elvinə yazın ki, müntəzir durumda. Qardaşlar, bu Elvinlə danışıb qoşulacaq sən Elvinə. Qardaş, eşitirsən mi? Eşidirəm səni, buyur. Bax, məsələni təyin edirik. Sənə sual verə bilərəm. İkisini də niyə verirəm? Ver nə qədər istəyirsən. Tamam, gözlə. Bax, eşitdiniz suallar. İndi bir dənə sual verin. Bunu qoyduq qırarıq. İşitmirəm, bizədən sual verin. Sual. Mən sənin üçün uzatmayacağım. Net cavab verəcəm. Tamam. Deyirəm ki, epistemoloji skeptisizmlə yanaşsam sizin verdiyiniz məlumatlara, o məlumatların doğruluğu, epistemoloji skeptisizmə görə, o məlumatların doğruluğu, əldə olunma metodikası və o metodikaların özünün mərhələsi necə izah olunur? Çox sadə. Astronomi araşdırmaları nəticəsində Məsələyə Bunlar hamısı epistemoloji izah olunur. skeptik yanaşıram mən, skeptik. Nə araşdırmacında astronomiya? bunun da izahı budur da. Bunun başqa izahı Ay, yoxdur. sən nə danışsan? Sən nə danışsan ki, sən bilmirsən danışdığı bu. Yaxşı, gözlə. Tamam, mən bilmirəm. Bizə dəqiqə, üzr istəyirəm. De. Onlar sual verim sənə. Ver. Epistemoloji skeptisizm nədir? Bilmirəm. Bu sonunda bir sual verdim. Astronomla yanaşıram, mən verdiyim sualın sənin verdiyin cavabla əlaqəsi yoxdur. Mən deyirəm ki, elə bil ki, sənə deyirəm ki, qatıq niyə ağdır? Bilmədim, tamam, Sən bilmirəm. deyirsən ki, Xırdalandan edib yanlara 119 avtobusu gedir. Yox, sən deyirsən araşdırmaları bəsəsən, düzdür. Mən də Yox, sənə izah düzdür. verirəm. Qardaş, sən nə danışsan? Mən sənə deyirəm ki, sənə sual verirəm. Allah haqqı, bax, elə bil sənə deyirəm ki, qardaş, qatıq niyə ağdır? Sən deyirsən ki, Mən nə deyirəm? eşitirsən mən. McDonald's-dakı cheeseburger o qədər də dadlı deyil. Mən səndən başqa şey danışıram. Sən başqa. Mən sənə sual. Sən mətndən qaçsana qardaşım, mətndən qaçma. Mətndən qaçsan nədir? Sənə deyirəm epistemoloji Yayınma, skeptisizmlə sağa əldə sola. olunan məlumatların düzgünlüyü necə təyin olunur? Mənə deyirsən astronomiya. Astronomi araşdırmaları nəticəsində təyin Ay, olunur. sən nə danışsan? Ay, mən səndən danışıram. Skeptisizm başqa şeydir. Onunla məsələlərə yanaşanda onun materialist Biz harda qalmışıq? tədqiqatlarını Yox, bir dəqiqə, irəli biz qoya harda bilmərsən. qalmışıq? Mən Biz sənə harda- fəlsəfi bir sual verirəm, məntiqi bir cavab verməlisən. Yaxşı, sənə bir dənə sual verə bilərəm. Eşidirsən. Mətndən qərara çıxma da, qurban sən. Mətndən qırağa çıxmır. Bir dənə Hə. sual verə bilərəm. Olar? Onlar niyə olmur ki? Tamam. Dinlər yalandır iddiası negativ bir iddiadır, yoxsa pozitiv? Negativdirsə niyə, pozitivdirsə niyə? Buyur. Bir də təkrar elə zəhmət olmasa. Sualımı verirəm. Deyirəm ki, Aha. dinlər yalandır iddiası negativ bir iddiadır mı, pozitiv iddiadır mı? Əgər negativdirsə niyə, pozitivdirsə niyə? O dinlər yalandır, həqiqətdir. Mən bunu deyə bilərəm. Nə danışırsan qardaş? Mən nə soruşuram, sən nə soruşursan? Sənə deyirəm ki, Negativ, fəlsəfi pozitiv olaraq, deyirsə, mən buna negativ deyim, necə pozitiv deyim. Mən sənə olanı deyirəm də, mənə nəyə negativ, fəlsəfi pozitiv. olaraq negativ bir iddiadır, yoxsa pozitiv bir iddiadır? Negativ. Tamam, belə deyək sənə. Mən də dedim axı, negativdirsə niyə? Negativdir çünki insanlara bu uzun demək dəyim. Yox, gülməyək qardaşım, tamam. Negativ qardaş. çünki insanlara Aha.
Gülü qutaranda bir dənə qoyaq. Negativ də ona görə ki, çünki insanlara bunun ziyanı var. İnsanlara səhət yaradır. Bir sıra hallar var. Saysan Negatif o mənada deyil. Mən o mənada demirəm. Dinlər yalandır iddiası. Negatif bir iddiadır deyirsən. Negativdirsə o zaman var. Pozitivdirsə o zaman yoxdur. Belə? Yox qardaş, negativ və pozitiv o demək deyil. Tamam, onda o zaman de bilim öyrənim səndən. Onda sən debata gəlməmsən, öyrənməyə gəlmişsən. Yox, sən bayaqdan öyrətdiyimdən qaçırsan, ya mən sənə astronomiya sirlərini öyrədim ki, sən Öyrət. illərlə məni dinləyərsən. Öyrət. Yəni burada özü tərəfləməyə ehtiyac yoxdur. Biz Tamam, debat öyrət. aparırıq və s. Bəllahi. Sənin bildiyin var, mənim bildiyim var. Tamam, öyrət. Mənim bildiyimə əsasən bildiyimi deyim. Öyrət. Dinlər yalandır. Din sadəcə bir konstitusiyadır. İnsan bax yaranandan ta bit sonuna kimi ən vəhşi varlıqdır. Bu vəhşi varlığı isə idarə etmə üsulu olmalıydı. İnsan bir şeydən qorxmalıdır bu vəhşi varlıq. O zaman çox tanrılıq idi. Niyə? Sadəcə bir dəqiqə. Sadəcə onu Öncə niyəsin elə? İnsan niyə belə idarə olunmalıydı? Niyə? çünki vəhşi məxluq idi. Ən vəhşi məxluq. Heyvanlar insanlardan daha vəhşidir. Xeyr, səhvim var. İnsanlar şuurlu vəhşidir. Heyvanlar isə sadəcə şuursuz. Onlar məsələn yırtıcının missiyası yırtıcıdır. Bu yırtıcı olmalıdır. Sağ qalmaq üçün savannada antilopu və s. belə zebranı ovlayıb yeməlidir ki, sağ qalsın. Bu missiyası. Tamam da onda şirləri idarə eləmək üçün niyə bir din də onlara gəlmir? Çünki niyə gəlmir? Ümumiyyətlə əslində gəlmir. Biz şuurlu olduğumuz üçün bizim beynimizə Orada soxulur. bir-birinə niyə onlar Şirin şuuru yoxdur. Şirə nə deyirsən? İslam nədir? Xristianlıq nədir? Nə O zaman monoteizm təkamülün nədir? İslam prosedurlarına əsasən necə olub ki, bizdə şuur formalaşıb və günümüzə gəlib çatıb, amma şirlərdə o formalaşmayıb və ya başqaları? Necə formalaşıb? Çünki biz şuurlu olmuşuq. Bax indi ay səv. Elə necə formalaşıb deyir çünki biz şuurlu olmuşuq. Bax. Nə danışırsan? Bizim çünki şuurumuz var. Bəli, ona görə. Deyirəm necə formalaşıb deyir çünki şuurumuz var. Deyirəm şuur necə formalaşıb deyir şuurumuz var. Şuur insan yaranandan beynində şuur olubdur. Necə İnsan. olub? Necə olub? Necə yəni necə olub? Onu Təkamül eləməyib. təkamül eləyib əlbəttə ki. Bəs insan yaranandan beynində şuur olub deyirsən. Deyirəm də, bəli, yenə də deyirəm. İnsan obrazı yaranandan beynində şuur olub. Uşaq ikən az şuur, böyüdükcə də şuuru İnsan böyüyür. obrazı ilk dəfə necə yaranır? Necə? İnsan obrazı ilk dəfə necə yaranır? Mənim fikrimcə digər Sən planetdən. demirəm, apardığın o elmi tədqiqatların fikrində. Mənim araşdırmalarıma əsasən yer planetində həyat digər planetdən gəlibdir. Buna net əminəm. Qardaş, Əgər onu da anlamaq- Bak ilk insan şuurluydu. İlk insan özü dövrünə qədər şuurluydu. İnsan kamil, Yəni şuurluydu da. hə, indiki insanlar Şuur necə yaranıb? Şuur. qardaş, insan yaranandan yenə də Bak deyirəm. heç də yox idi. İnsan da yox idi, düz. Yox, heç nə yox idi, yox. Buradan razı deyiləm, düz deyil, yox. İnsandan qabaq çox varlıqlar yaşayıbdı. Öncə təbiət olub, sonra təkletkalılar və cütkletkalılar və s. Kletkalı tut kletkalı nə? Belə, mən rus sektorunu qurtarmışam. Müəyyən sözləri o bir aşıqqa buraxıram, rusca deyirəm. Təkcə irəli olar. Hədə nə isə əl qərəz. Sən bilərsən onu. Kletkaya qardaş başqa şeydir. Adına kletiçni deyirlər rus dilində. Bilməsən də eybi yox. Yəni deyim bil. Hüceyrəyə. Adına kletiçni deyirlər, bəli. Tək kletkalılar deyil. Adına kletiçni yaz, sən gör nə olan şeydir o. Hə. Adına Kletotsny. Səhv deyirsən, he? Adına Kletotsny. Tək hüceyrəli kişi cinsinə aiddir. Adına Bax, mən rus dilində yazıram. Adına Kletotsnya. Bu da qadın cinsinə aiddir. Bir dəqiqə, adına kletoçni. Aha. Hədə tək hüceyrəli, hə. Adına klas. Belə yazılır, yazdım sənə. Bildim. Aydındır. Mən də sual verirəm. Bax bu tək hüceyrəlidən cüt bölünmə olub, iki hüceyrəli olubdur. Təkamül, o cür təkamülün işidir. Allah da mən də deyirəm ki, şuurumuz da təkamül edir. Şuurumuz da bəli, o deyil, o edib, bəli. İndi sual. Qeyrət anlayışı insanın şuurundan asılıdır. Qeyrət əlbəttə ki, yox. Şuur, bəli, şuura paraleldir. Şuur Paralel, yəni asılıdır ya. paralel yəni, ya qardaş bir dəqiqə onu da Şuur anladım. olmasa qeyrət olar. Bir dəqiqə deyəndə gözlə izahımı Bəs şuur olmasa əxlaq olar. bax, Lakonik cavab hə yox. Qardaş bir Olar dəqiqə olmaz. deyəndə bir imkan ver. Lakonik cavab hə yox. O Bəs əxlaq şuur olar olmaz. yoxsa yox. Necə? Şuur olmasa əxlaq olar.
Əgər sənin şuurun yoxsa, sən məsələn dəlisən. Sənin əxlaqın ola da bilər, olmaya da bilər. Heç nəyə cavab vermir, fikir verirsiniz. Niyə cavab Sənin vermir? şuurun olmasa sən dəlisən, sənin əxlaqın ola da bilər, olmaya da Hadi bilər. sənin sualın cavabı odur. Sənin burası anlayacaq elmin yoxdur. Başqa Bağışla demirəm. Mənim elmim yoxdur da sən o qədər dahisən ki. O qədər Yox, dahi deyirəm, amma Çoklar içərisindəyəm. Ben yox, bu kadar mən mütevazı olmayın lütfen arkadaşım. Okeanda bir Kardeş, damlayım. İnsanda əxlaq təkamül edib yoxsa yox? Necə? Əxlaq insanda təkamül edib insandan bir yerdə. Əxlaq insanı təşkil edib. Əxlaq elə insan bəli edib. Əhsən. Onda bizdən əvvəlkilər bizdən daha əxlaqsız idi. Bizdən sonrakılar bizdən daha əxlaqlıdır. Onda Yox, sənin biz- babaların, sənin Bir dəqiqə deyəm, bizdən sonrakılar əxlaq sən deyən. Onda sənin babaların əxlaqsızdılar, sən onlardan əxlaqlısan. Səndən sonrakılar səndən daha əxlaqlıdır, onda sən də əxlaqsızsan. Səndən sonrakıların sonrakısı da səndən bir sonrakılardan əxlaqlı olduğuna görə ümumiyyətlə əxlaq strukturu aradan gedir. O zaman əxlaq yoxdur qaqaş, zəhmət olmasa cavab ver. Əgər əxlaq təkamül edibsə bu suallara cavab verməz. Buyurun, əlbəttə ki, əxlaq var. onda cavab verin. Cavab verdim də qardaşım. Sən bəyəm sabah sən kifayət etmədi. Ümumiyyətlə siz cavab verməmisiniz. Aha, o zaman tamam, bir də sual ver, bir də cavab verim. Əxlaq təkamül edibsə, insanlar arasındakı əxlaq keçid fərqli düşüncələr və meyilləri necə təyin olunur? Biz yaxşılıq üçün necə təyin edirik? Yaxşı pisi, yaxşılıq əmələ görə əsasən. Yaxşı pisi ayırt etmək fərqli. Ləylə tək gəlsin. Mən deyil də ki. debat eləmək istəyən qardaş. Siz heç nəyə cavab vermirsiniz. Qardaş, sən nəyə cavab verirsən ki, mən nəyə cavab verim? Sən hələ bilmirsən ki, sən insanın yaranma tarixi nədir və s. və ilahi. Niyə Siz bizdə bilirsiniz insan yaranma tarixi. Bəli, bilirəm. Bax, mən də soruşuram ki, insanın yaranma tarixindən şuurun da yaranma tarixi insanla eynidir. Düz, onda şuur necə yarandı, biz izah edin. İndi müasir gördüyün insan obrazı var. Homo sapiens demirəm. Ondan Qardaş, sonraki sual yaranma. verirəm. Bizdə, Şuur qulaq as. necə yarandı? Bunlar 40 min ildir yaşayır. 40 min ildir. 40 Mən min bunu ildə də- soruşmuram. Şuur necə yarandı? Sən qulaq as, cavabını da görəsən. 40 min il yaşayıb. Hər yarandığı dönəmdən 40 min il ərzində insan kamilliyə doğru addım. Aynasız aşağı atsam, aşağı atsam. Aşağıdan sən nə yazacaqsan? Müntezir qaçdın ha, cavab vermədin debata. Hə? Qaqaş, sual verirəm. İnsanda şuur necə yaranır? İnsanda şuuru birincisi onu bilmirəm o necə yaranıb. Amma sən də bilmirsən necə yaranıb. 2 saatdır nə burada canın əlləşsən ki, cavab verirsən. Yox, heç onu sən də heç bilmirsən. Mən bilmədiyin şey nə eləmədim. bilirsən? Deyirəm, sual vermişəm. 3 saatdır burada şuur belə gəldi. Deyirəm, bilmədiyin Deyirəm, bilmirəm də 2 saatdır burada canınla əlləşirsən. bilmədiyin şeyi mənə sual verirsən. Öyrənmək istəsənsə, o zaman o formada ver. Mən bilmirəm insanda şuur necə yaranır. Əlbəttə ki, bilmirsən. Hardan bilirsən bilmədiyimi? Sən isbat edə bilərsən mənə elmi. İndi keçdik söhbətə. Bu söhbəti etməmiş sən hardan bilirsən ki, mən bilmirəm? Elmi isbat edə bilərsən mənə. Deyirəm, bu söhbəti etməmiş sən mənim bilmədiyimi hardan bilirsən? Elmi araşdırma ilə isbat edə bilərsən mənə. Nə sualına cavab ver. Şöyle problem məndədir. Mən səsim gəlmir. Deyirəm, bu söhbəti eləməmişsən sən mənim bilmədiyimi hardan bilirsən? Deyirəm, o zaman bilirsən isbat elə. Bax, görsən indi zənnə düşdün, amma bayaq iddia etmişdin ki, sən bilmirsən. Mən də deyirəm ki, sən hardan bildin ki, mən bilmədim? Danışdın ki, bu barədə. Çünki mən bilirəm ki, sən isbatını bilmirsən. Sən mənə harca gedib Hardan bilirsən? Burandan stat gətirəsən mənə. Amma Buramdan bilə gətirə bilərəm ki, sənə gətirmərəm, sən onu zaten qəbul et. bəli. Muran da ki, sizdə olar, bizdə olmaz. Muran qədim türklərdə olan şeylərin adına oxşuyur. Yazıtlar, Orxan Yenisey yazıtlarına, Muran. Bəli. Muran, İslamda Muran yoxdur. Sual verirəm, sən mənlə söhbət etməmiş hardan bilirsən ki, mən bunu bilmirəm.
Bilirsən deməli. Yaxşı mən yanıldım onda əksinə Qardaş, isbat üzr elə. istə, bil mənim haqqımda belə bir iddia etdin. Yox, sən isbat elə ki bilirsən Sən üzr üzr istə istəyirsən. sonra. Deyir, bax mətndən qaçma. Sən öncə üzr istə. Ya, yaxşı xod eləyirsən amma düz eləmirsən. Öncə üzr istə ki, sənə yersiz iddia etdim. Tamam yersiz iddia etdim amma isbat etməsən sən məndən üzr istəyirsən. Üzr istə. kişi kimi. Söz verirsən kişi kimi. Sən İspat üzr eləməsən. istəməlisən. İlk öncə sən öz etdiyini düzəlt. Deyirəm ki, düzəldəcəm. İlk Amma öncə etdiyini düzəlt. tamam üzr istəyirəm. Tamam. Sıra- İndi üzr istədin. İndi təzədən qayıtdıq sıfırladıq. Gəlində təzədən sual verdik ki, sənə şuur necə insanda formalaşıb. Sən dedin bilmirəm, düz? Hı. Tamam. Əksin sən dedin. Mən də sənə deyirəm ki, insanda şuurun necə formalaşdığını bilmədən necə təkamülü doğru bir iddia hesab edirsiniz? Çünki başqa belə deyim də İzləyicilərdən Təsəlli- xahiş edirəm. Yox, yox, bir dəqiqə. Xahiş edirəm, heç kim bu adama söyüş təhqir yazmasın. Xahiş edirəm. Adam söyüş söymür, təhqir edirəm. İndi çəkib belə istəyir söhbət. söyüş yazanlar evindən bir xəbərlərdir onu bir dənə bilirəm. Qardaş, mən cavab verdim də. Bu sözü niyə işlədirsən ki? Yox, əgər mənə ünvanlarsın mən Damadın də ailəsinə, evinə niyə xəbər dil uzadırsan ki? Yox, necə yəni mən Mən evə dil uzatmayıblar. Sən şəxsi və məsəl üçün cahil yazır bir adam burada. Sən onun evinə niyə dil uzatırsan? Yox, cahil yazıbsa tamam. Amma söyüş Yox, yazıbsa ayıb ol, sənə ayıb olsun qardaş. qardaş söyüş Sənə yazıbsa ayıb olsun qardaş. Gönə Mən sənin deyirəm. yerində zaten sənin üçün bunu dedim də. Yayında 1500 nəfər var. Kimsə Mənim evin fikrim- ailəsində oturub istəyir. mənim- O nə sözdür? mənim- Evindən bir xəbərdir. Mənim fikrim Ayıb səndə olsun deyil. qardaş. Yanlışlara Ayıb olsun. yazın Ağır yazılanlara olsun. bax. Vay vay, sən ağır olsun valla. Tamam, getdik dalşı. Xahiş edirəm cəmiyyətdən üzr istəyin. 1500 nəfər siz ona sözdür qardaş. Üzr istəyin 1500 nəfər. Başa düşmədim mən səni. Öncə Qardaş, cəmaatın evinə dil uzatdığınız üçün üzr istəyin. cəmaatın evində dil uzatmamışam. Mənə söyüş üzr istəyirəm, tamam, amma mənə söyüş Xahiş yazmasın. edirəm, indi söhbətimiz Özündən- edir. Və bu kimi şeylərdən narahat olmayın. Sizə söyüş söyləməyinə biz izin vermir. Yaşaqdan səssiz edirik. Mən bildirdim. İndi buyurun. Söhbətimiz edir. Nəysə qardaş. Getdik dalşı. Daç. İndi uzun sözün qısası. Gəldik isbat eləməyə. İsbat edirsən yoxsa yox? Nəyi? Biz nəyin apşı dünyasına aparardıq? Dedin hardan bilirsən ki Dinlər mən var, bilmirəm? yalandırmı, doğrudurmu? Hə? Aha, mən iddia edirəm ki, dinlər doğrudur. Siz iddia edirsiniz ki, yalandır. Dinləri bəli onu da dedik. Amma Bəs sonra mən də deyirəm, əgər iddia eləyirsinizsə, isbat yükü sizdədir. isbat edim, tamam. Onu da edim. Buyurun. Çünki bax gözəl qardaşım. Aha. Sonuncu din yaranıb 14 əsr bundan qabaq. Düzdür? Ondan qabaqki din yaranıb təkallahlı dindən danışırıq. Tabii bizim eramızın əvvəli. İsa peyğəmbərin doğumu ilə. Aha. Ondan qabaq olub İncil, Tövrat, Zəbur və s. Bu dörd olubdu. Tamam, o zaman ən birincisi Zəburdur. Razısan? Aha. Bu Zəbur nə vaxt olub? Onun tarixin, oxşar tarixin, yaxın tarixin bilirsən, bir mömin kimi. Müsəlmansan da, yəni bilməlisən də səncə. Çünki biz o peyğəmbərləri qəbul edirsiniz axı. Hamısını. Çünki Ümumiyyətlə bu barədə əlimizdə tam dəqiq bir məlumat yoxdur ki, Zəbur neçənci ildə olub. İlim bilmirəm. bax iş ondadır ki, dinin də izahı çox zəif olduğu üçün mən dini qəbul etmirəm. Siz İslam dini niyə yalandır, uydurmadır? Onu isbat eləyin bizə. Niyə yalan uydurmadı? Bəli. Çünki İslam dinində elmi heç nəyin izahı yoxdur. Təhqiq ola bilər məsələn var, amma ümumi məsələn çox müsəlman özünü adlandıran şəxslər deyirlər ki, İslam dini ən böyük elmi kitabdır. Bunun özü bir böyük absurddur. Bunu da qəbul etmək də bilər. Qardaş, mən belə bir iddia etmirəm. Mən sual verirəm ki, bax Sən mən bir etmirsən, amma ha çox edənlər var da Ay bildin. dost, ay gözəl qardaşım. Elvin, adın Elvindir. Hə. Aha, Elvindir. Sən iddia edirsən ki, mən müntəzir müsəlmanam. Sən iddia edirsən ki, mən müntəzirin dini yalandır. Mən də sual verirəm. Qardaş, mənim dinim niyə yalandır? Sənin dinin çünki öncəki dindən götürülübdür. Öncəki din isə ondan qabaqından götürülübdür. Yəni eyni şeydir, müəyyən dəyişikliklərdir. Amma mən deyirəm ki, səhv deyirsiniz. Bizim məsələn İncil, Quran İncildən fərqli. Bu dinlərin bir-birinə bənzəməyi, yəni iddiaları, ayələrin bir-birinə bənzəməyi. Qardaşım, mən Heç bir soru dinləmirsən axı. Dinləmirsən. bir cümlə icazə ver deyim də qurbansa. Mən Quranı deyirəm, qurtarmadım amma 7 surə oxumuşdum. 7 surədə gördüyüm ən çox ad Musa peyğəmbər idi.
Əsas Süleyman idi. Əsasən Musa peyğəmbərdən gedirdi. Ay dəyərli şəxsiyyət, sual verirəm Bunlar isə sizə. heç biri yəni İslam dini olmayıb. Yəni siz deyirsiniz biz eyni dini və s. Qardaş, Amma onlar sual əksin verirəm. deyil. Mən müntəzirin dinin niyə yalandır? Çünki sənin dinin xristian dinindən götürülübdür. Bir. O isə ondan öncəkindən götürülübdür. Burada sorun nədir ki, hamısı Allah tərəfindən gəlib də oxşar olmağında nə problem? Sorun bilsən nədir? Sorun bilsən nədir? İnsan yaranandan bayaq dediyim kimi. İnsan vəhşi məxluqdur. Qardaş, Şuurlu bu dinin vəhşi. yalan olması mənasını vermir. Bax da bir dəqiqə. Məsələn, 15 dənə riyaziyyat kitabını gətir, hamısında yazılıb ki, 2 üstə gəlir ki, 4. Bir-birindən götürülüb indi bu. Biraz cümləmi bitirim, sonra fikri bir də. Qoy qutarım cümləmi. Denə. İnsan yaranandan və ən vəhşi məxluq olub. Və bunun beyninə hamısını din yaradıb, soxublar. Çox da Allahlıq dini. O vaxt məsələn deyilmişlər ki, dünyanı 3 dənə balina idarə edir. Güya dünya 3 balinanın belindir. Gör nə qədər Hasan cahillik, deyiblər, bu axmaqlıq kim olub. deyib qardaş? Onu kim deyib? O 15-ci əsrlərə qədər olubdu. Və hətta deyib? onu deyənin adını bilmirəm. Edam edirlər. Edam vaxtını deyirlər, son sözünləri deyir, yer kürəsi şar formasındadır. Və bunu yandırırlar. Qardaş, bilirsən, məlumatın mənim varsa dinim bu niyə haqda- yalandır? Sənin dinin niyə yalandır? Çünki sənin dinin elmlə toqquşmur. Elmin qabağında acizdir. Ona görə yalandır. Misal, hansı ayə, hansı surə? Qardaş, orada ayə sırada elm yoxdur axı. Misal Sənin da Quranda hansı? sənin Quranda elm yoxdur. Yalnız quldarlıq var. Qul olmalısan, yaxşı qul olmalısan, boşum sitayiş eləməlisən, onu eləməlisən, bunu eləməlisən və s. və Allah. Məsələn, Zariyat surəsi 47-ci ayədə Allah deyir ki, biz səmanı yaratdıq və genişləndiririk. Aha. Bu da 1929-cu ildə elmi tədqiqatlar və böyük fizikçilər tərəfindən təyin olunub ki, kainat genişlənir. Tamam. Bu bir elmi... Sonra Quranda 7-ci əsrdə deyilir ki, bax 7-ci əsrdə Bax, bir deyilir dənə ki, deyən, bir dənə deyən ora gələrikdə. Bu bir Şirin elmi... su şor sur söhbəti var da, bilirsən nə Quranda. Bir dənə deyən. Zariyat 47 elmi bir əsasdır. Siz də deyirsiniz ki, Quran ondan uyğunlaşmır. Mən də deyirəm ki, axı Quranda ayə var ki, Zariyat 47 müasir elmlə birbaşa uyğunlaşır. Hətta müasir elmdə aparılan tədqiqatlar Razıyam. o ayəyə nəzdində aparılır. Uyğunlaşır, bəli. Bəs onda siz niyə deyirsiniz ki, elmi O tədqiqatlar? natamam mizahdır, qardaş, natamam mizahdır. Quran bir dənə genişlənməni yazıb, tamam. Biz bugün 21-ci əsrdə nələr bilirik? 25-ci Misal, genişlənmə barəsində Quranda genişlənmə deyil. ondan top biləcək. Quran Söhbət bundan Qardaş, gedir. Quran deyir ki, Quran-Kərim deyir ki, biz Allah deyir ki, biz Quranla deyir ki, biz kainatı yaratdıq və genişləndiririk. Mən də sual verirəm ki, müasir elmdə bununla ziddiyyət təşkil edən nəsə var? Necə? Bununla ziddiyyət təşkil edən nəsə var? Bir elinə zəhmət olmasa. Bununla Zariyat 47 ilə müasir elmdə ziddiyyət təşkil edən nəsə Yox, var? yox, yox, yox. Bura kim Bəs onda problem niyə yoxdur. deyirsən elmlə ziddiyyət təşkil edir? Qardaş, şimdi deyirəm ki, sənin natamam elmdir. Başa düşürsən? Natamamdır, nədir? Amma bildir. Ya, ayə Natamamdır. doğrudur, ayə doğrudur. O ayə doğrudur, hə. Tamam. İndi mənə 1400 il öncə yarı köçəri ərəblərin heç Sən indi 47, indi bir gəl dəqiqə, burada. qardaş, bir dəqiqə. Hə. Yarı köçəri ərəblərin heç bir elmi tədqiqat apara bilmədikləri, heç bir nə bilim teleskopları olmadığı dövrdə yarı köçəri ərəblərin 1929-cu ildən Edwin Hubble tərəfindən təyin olunmuş Hubble teleskopu ilə bilinən məlumatı 1400 il öncə ərəblər hardan bilirdi ki, Quranda yazıblar. Buyur. Ona belə deyim də, Aha. müdaxilə var, müdaxilə. Onu belə deyək. İnsandan daha ağıllı bir müdaxilə. Amma o müdaxilə sənin yazdığın deyil də, məsələ bunları. Sorun buradadır da, məsələ Yaxşı, bunları. necə bir müdaxilə var? Bax, belə deyim də, təbiət çox şeyə qadirdir. İnsan ağlına gəlməyəcək qədər. Amma onun da dirəndiyi bir yer var. Qulaq asdı bir dəqiqə. Onun da dirəndiyi bir yer var. Qurana Həmçinin isə müdaxilə var. insan da çox şeyə qadirdir. Get girə Qurana daha da. müdaxilə. Qurana müdaxilə var. Necə yəni Qurana müdaxilə var? Başa düşmə. Qurandakı o ayəyə müdaxilə olunub. Yəni necə başa düşmədim. Sən deyirsən müdaxilə var orada. Nə müdaxilə var? Yox, o Quranı yazan müdaxilə eləyib. Həmənki dövrün insanlarından qat-qat ağıllı olubdu. Bunu hardan bildiniz ki? Ərəblər yazmayıb Quranı. Onu sən hardan bildin ki? Ərəblər yazıb, amma içində ağıllı bir ərəb çıxa bilər də. Mən də deyirəm ki, o ağıllı ərəb kainatın genişlənməyini hardan bilir? Ağıllı ərəb məsələ odur ki, köməyi hardan alıb? Başa Qardaş, düşdün? mən deyirəm hardan bilirdi də?
Onu ancaq özü bilər, hardan bilirdi. Amma onu bilirəm ki, onu İhtimal ki, bilirəm ki, Allah ola bilər ki, Allah tərəfindən vəhy nazil olur. o Allah, əgər sən dediyin Allahsa yox. Niyə mən dediyim Allahda nə sorun var? Çünki sən dediyin Allahda din var. Sən dediyin Tamam da, Allahı, sən Zariyyət 47-ni bir dinlə öyrən. Necə? Biz Zariyyət, yaxşı, ölümdən sonra həyat var qardaş. Ölümdən sonra həyat, onu yenə deyirəm. Amma bir onu bilirəm ki, ruhla bağlı bunu deyə bilərəm ki, insan öldüyü Ruh təqdirdə, soruşuram. Dur, Yox. sən bir dənə söz, Ölümdən neçə sonra- yaşın var sən? səndən yaşın çoxdur, narahat olma. Neçədir də Elvin, sual verir. 37. Qırış, sən məktəbə dəyməsin, səmimi soruşuram. Sən nəsə psixoloji sorunun var, qardaş? Mənim, ya sənin? Yox, sənin. Harda hiss elədin psixoloji sorunumu? Sual, məsələn, mən sənə soruşuram ki, səndən soruşuram ki, Aha. Zariyyət surəsi 47-ci ayədə, Zariyyət 47-də, ərəblər 1400 il öncə bunu hardan bilirdilər? Sən deyirsən ki, bax, diqqət elə, Zariyyət 47 Quranda, yəni İslam dinində olan bir şeydir. Mən sənə Sən ne deyirsən- söz deyim, bundan da bitirək. Sən beləsi mənə de. Yer kürəsində həyatı digər planetdən gələnlər yaradıblar. Bir sözlə, qısa və konkret. Tamam. İndi Toxum mən deyim, olmaz. nəyə əsasən deyirəm sənin psixoloji sorunun var. Necə düşündün? Mən sənə sual verirəm ki, ölümdən sonra həyat varmı? Sən mənə deyirsən ki, ruh haqqında mən bunu deyə bilərəm. Mən sənə Mən deyirəm sənə dedim bax, ki, ölümdən sonra həyat var, yoxdur, onu sən də bilmirsən, heç mən də bilmirəm. Onu qız, sən sən mənim yenə... yerimə niyə danışırsan? Qardaş, sənin elmi isbatın var ona, Qız, bildiyin. mənim yerimə niyə danışırsan sən? İşidirsən məni. Deyirəm, mənim yerimə niyə danışırsan? Sənin sübutun, dəlilin yoxdur. Hardan bilirsən? Bilirəm də, yetərlidir, bildiyim yetərlidir. Mən Sən yemin mətndən edirəm, qırağa danışırsan, ay qardaş. Şimdi mətndən qırağa qaçmaya qulaq asıb. Sən bu sizdə hamımızda peşəli bu din tərəfdarları. Ancaq sual verirsiniz, çaxnaşma yaradırsınız və yaxud da elə bir adamı qoşursunuz ki, sizə bir normal sual verməsin. Verəni də belə oynadırsınız. Konkret net sual, fakt, detal. Sual verirəm, detallı da cavabını ver. Mənlə nağıl danışma, uzun sözün qısası. Ah, Mətndən qırağa çıxma da, yaxşı? tamam, mətndən qırağa çıxmıram. Aha. Ayşə, mətndən qırağa çıxma. İndi gəldi oraya, yenə də deyirəm. Buyur qardaş. Doydun gülməkdən. Ayşə, indi qulaq as. Yox, hələ doymamış. Doyanda deyərsən onda, yaxşı. Yəni sualım verir, sənə gülmürəm. Hə. Ha. Neyse, uzun sözün qısası. Sənin dediyin arqument sənin üçün keçərlidir, mənim üçün keçərli deyil. Bu bir. İkincisi də Sonunda məndən niyə dəlil tələb edirsən? mən səndən dəlil tələb edirəm ona görə ki, sən özü haqq olduğu göstərirsən. Haqq Hadi olduğun bəs. üçün sən haqq olduğu isbat eləməlisən. İsbat eləmədiyin təqdirdə haqq deyilsən. Tamam. Bax, məndən iddia tələb edirsən. Mən arqument gətirirəm, deyirsən ki, o arqumentlər mənim üçün keçərli deyil. Bəs onda məndən niyə arqument Sən tələb yox, edirsən? ölümdən sonraki həyat deyirsən. Sən mətndən zaten qırağa çıxırsan da. Biz hardan gedirik, sən hardan deyirsən. Həmdən həmə hara, dəmdən dəmə hara. Mətndən qırağa çıxma da. Ölümdən həyat sonra həyat vardı, yoxdur. Bu sonrağın işidir. Yox, sənin inandığın yaradıcı var ha. Qardaş, onun üçün gələ biz ölməliyik. Tamam, sənin inandığın yaradıcı var, yaradıcı inanırsan. Onun həyatımıza anlıq olaraq bir dəqiqə müdaxiləsi var. Bu an üçün yox əlbəttə ki. Tamam. Ölümdən sonra da həyat yoxdur deizmə görə. O zaman sual. Ölümdən sonra həyat yoxdursa, öldün hər şeyi bitirsə. O zaman sənin inandığın yaradıcı Andromeda galaktikasını, Samanyolu galaktikasını, yeri, göğü, kainatı, fizikadakı 4 təməl qanunu, qüvvəni, nə bilim cazibə qanununu, sənin beynindəki neyronları, DNA'ndakı 8 milyarda yaxın yazılımı, amigdalana, nə bilim prefrontal korteksi niyə yaratdı? Məqsəd nə idi? Ay sağ ol. Məqsəd niyə yaratdı? Onu yaradıb o sənə beyni və missiya yaratmaq üçün yaratmır hər halda. Mən sual verirəm. Qardaş, Niyə yaradıb? Mənə argument gətirməyin. Deyirəm niyə yaradıb? Get yaşa, qısa və konkret. Get yaşa. Niyə? Niyə? Niyə verməsin ki? Niyə versin? Niyə etsin bunu? 40 min il indiki müasir insan. Qardaş, mətndən qırağa çıxma, xahiş edirəm. Yox, mətndən qırağa çıxmıram. Mətndən qırağa çıxma. İnsandan danışıram. Qulaq. Sual verirəm ki, niyə yaradıb? Deyirəm ki, 40 min ildir insan yaşayır bu obraz. Bu 40 min il. Niyə yaradıb? Yaradıb ki, onu niyə yaradıb, o özü bilir niyə yaradıb. O Sən bilmirsən, hə? mən yaradan olsam bile, sən də yaradan değilsən. O yaradan bilir. Yaxşı, biz indi bunu hardan bilək ki, bu yaradıcının bizi yaratdı? Ümumiyyətlə, onun yaradıcının bizi yaratdığını haqqında belə təfsilatlı məlumatımız yoxdur. Mən sənə bir söz deyim də. Varlığı haqqında necə məlumatımız var?
Necə eşitmədim, üzr istəyirəm bir təkrarla. Deyirəm, sənin inandığın yaradıcının həyatımıza heç bir təsiri yoxdursa, heç bir müdaxiləsi yoxdursa, niyə yaratdığını bilmiriksə, ölümdən sonra Yox, həyat yox, yoxdur. heç bir yox. Öldünsə, hər şey bitirsə, o yaradıcının mənası nədir? Yox. Əgər cığırdan qırağa çıxmırsansa, o zaman o da səni bitirə bilər. Hansı cığır? Yəni insanlıq keyfiyyəti yəni aşmayasan. Mən insanlıq Olarak keyfiyyətlərində qalasan. yaşayım deyə yaradıb məni. Necə? O Səni keyfiyyətlər gül niyə insan gülü niyə yaradır? Bir bitkini niyə yaradır? bitkini insan yaratmır. Yaradıqca da çoxalır. Baxmayanda quruyur da, düzdür? Qardaş, deyirəm ki, sənin inandığın yaradıcı səni niyə yaradıb? Əsaslı və ya əsassız yaradır. O bir rol oynamır. Əsassız yaradıbsa o yaradıcı məqsədsiz bir yaradıcıdır. Səbəb-nəticə qanununa görə onda sənin yaradıcın yoxdur. Mənim yaradıcım baxır hansı mənada sən onu soruşursan. Hər bir Hər insan mənada yoxdur. öncə yox, ən vacibi mənada hər bir insanı yaradan onun valideynləridir öncə. Qardaş, sənin yaradıcın Andromeda galaktikasını niyə yaradıb? Saman yolunu, süd yolunu belə deyək də niyə yaradıbsa onu da ona görə yaradıbdı. Yaxşı, saman yolu niyə yaradıb? Fərqi nədir? Saman yolu Andromeda eyni şeydir. Niyə yaradıb? Eyni məqsədlə yaradır. O niyəsini özü bilir niyə yaradıbdı. Məqsəd o deyil axı. Niyəsinin özün bildiyin hardan bilirsən? Bax, özü bilir və yaxud sən dahi olarsan, sən də bilərsən, onu da qoyduq qırağa. Erəm niyəsinin özün bildiyin hardan bilirsən ki, niyəsini özü bilir. Dedim tamam da o bilmir. Sən dahisən, sən də bilirsən. Qardaş, Razısan da. sizə bir tövsiyə eləyim. Neçə yaşınız var idi? 30 neçə? 7. 37. Bax, 37 yaşınız var. Tam səmimi bir həmvətəniniz kimi tövsiyə edirəm. Tam səmimi. Bax, sizə İslam teologiyasını araşdırma metodikasında ilkin mərhələdə Əllamə Təbatabayinin İslamla tanışlıq kitabı var. Onu oxumağı tövsiyə edirəm. Ondan sonra Mən də sizə astronomiya oxumağı tövsiyə edirəm. yaxşı sən bilərdin. Ondan sonra Qurani-Kərimi başlayın araşdırmağa. Araşdırdıqdan sonra isə Quranın xüsusi araşdırma metodikası var. Onunla araşdırın. Yəni Quranın araşdırma metodikasını, Quranın özünü Quranın araşdırma metodikası ilə araşdırın. Xahiş edirəm. Yəni təəssüf edirəm, həqiqətən efirimizə qalxandan qardaş, cahilliyinizdən başqa hissəni görmürük. Siz yuxarıda ancaq cahillik bizə bir növ qoyursunuz. Yox, qardaşım, heç kimi xahiş edirəm də qaldırma, görürəm elmi yazdığı qardaş. Mənası nəyə qalxmağın? Yəni xətrinizə dəyməsin qardaş. Həqiqətən. Yəni siz bura qalxmısınız ki, insanlar bunu dinləyib. Yəni İslam terminlərinə daxil olaraq sizə xitab edəcəm. Siz cəhl-i mürəkkəb adlanırsınız. Həqiqətən. Cahildir və cahil olduğunun fərqində deyildir. Siz həqiqətən qardaş özünüzü, bu arada niyə psixoloji sorununuz var onu da deyim mənim nəzərimə görə. Sizdə ikili şəxsiyyət pozğunluğu var. Siz özünüzə lazımsız... Mən cahiləm, sən möminsən, bayaqdan danışırsın. Qardaş, özünüzə mənasız, belə deyək də, şəxsiyyət yükləmisiniz. Yəni, özünüzü çox alim, uləma hesab edən bir xarakter yaratmışsınız və özünüzü elə zənn edirsiniz. Biz elmli olduğumuzu iddia etməmişik heç vaxt. Mən səndən daha elmsiz ola bilərəm, cahil ola bilərəm, sorun da yoxdur burada. Sən daha bilgili də ola bilərsən. Amma sən düşündüyün qədər bilgili deyilsən, aydındır. Sən özünü çox ağıllı hesab edirsən, o deyilsən. Yəni, onu deməyə çalışıram. Buna da elmi metodikada içilir. Bax, səndən mən düşündüyüm ola bilər, çox bilgili deyirəm, amma səndən qat-qat elmliyəm, buna əminəm. Bax, buna deyirəm ki, ikili şəxsiyyət pozğunluğu deyirlər buna. Tamam, burada nə sorun var ki, məndən elmli olma olsun. Ay sağ ol. Sorumlu yoxsa tamam, əhsən sən o zaman. İndi bəs sonda. Məndən qat-qat hansı sahədə elmlisən, qardaş? Və tarixdə, məsələn. Astronomiyada. Hə. Azərbaycan müstəqilliyi neçənci il əldə edib? 1918, 28 may. Tamam. Harda elan edib? Tiflisdə. Evet, bir dəqiqə. Qabaq Gürcüstan elan edib. Və birdən sonra ilkin mərhələdə bu müstəqilliyin təməlində, ilkin mərhələdə prosedurun tam təməlində iştirakçılar kimlər olub? Şəxsən bu müstəqilliyin başında duran şəxslər kim olub? Bu müstəqillik hansı prosedurla davam edib? Neçə il ərzində olub? Və Azərbaycan Məmməd Əmrə 28 may 1918-i 1 il 11 ay.
Bu Respublikanın prezidenti olub Məmməd Əmin Rəsulzadə və onun ətrafları olubdu. Dövləti quranlardan da əziyyət olanlardan biri olub Topçubaşov. Tamam. Məmməd Əmin Rəsulzadə neçədə dünyaya gəldi? Onu xatırlamıram, yalan nə deyəm. Tamam. İkinci Qarabağ müharibəsində neçələr şəhid vermişdik? 3000-dən yuxarı. Nə qədər? 2400 səhv etmirəmsə nə qədərdir. Tamam. Azərbaycanın ən qədim tarixi arxeoloji qazıntısı harda aparıldı? Azıq Antrop, Azıq mağarası. Eramızdan əvvəl 350 min il. Tamam. Qadının ad sənəsi. Bu qədəsi bəs eləyir. Bu tədqiqatını aparan kim oldu? Da orasını keçmiş, orası yanında deyil. Yəni verdiyim məlumat 5-ci sinif tarix kitabında, Ümumi Dünya tarixində, Azərbaycan tarixində yazılıb da. Amma 5-ci sinif tarixində də mən o eləyir 2000-ci il. Bugün 2026-cı ildir. Yəni 26 il bundan qabaq onu keçmişəm, amma hələ yadımdadır. Bəs eləyir də mənə. Yox, bildim nəsə demirəm ki sizə. Son sualımı da verə bilərəm. Buyur. Siz düşünürsünüz ki, dinlər uydurmadır, düz? Bəli. 2 dənə sual verəcəm, şey. Tamam, bir. Azərbaycan Respublikasının bayrağı tərəfindən göy, qırmızı və yaşıl rəng olaraq təyin olundu. Və yaşıl rəng nəyin rəmzidir? Yaşıl rəng İslamın rəmzidir, qırmızı demokratiyadır, göydə türklükdür. İlk dəfə kim tərəfindən və neçənci ildə təyin olundu? İlk dəfə kim tərəfindən təyin olunubdur? Tamam. Məmməd Əmin Rəsulzadə tərəfindən elə. Azərbaycan Respublikasının bayrağındakı yaşıl rəng İslam dinidir və siz İslam dini yalandır, uydurmadır deyirsiniz. Tamam. Bu mənim şəxsi fikrimdir. Bax, deyirəm ki, Azərbaycan Respublikasının bayrağı, Frenci bayrağının bir rəngi yaşıl rəngdir və bu İslam dininin rəmzidir. Azərbaycan Respublikasının bayrağına qurban olun. Mən patriot vətəndaşam, vətənimə, dövlətimə canım qurban olsun. Qurban olsun, tədə olsun. Yaşıl rəngə də qurban olursunuz. Əlbəttə bu bayrağımda nə varsa hər şeyə. Bayrağımda yaşıl rəng İslam dininin rəmzidir. İslama da qurban olursunuz. Tamam, bayrağımda varsa o zaman qurban oluram. Yaxşı, biraz Pavarodu qıraqdan gətirək. Ayıb da, dürüst olun. Sənə 2. Müəllim bugün sənə 2 verdi. Dürüst olun. Pavarodu qıraqdan gətirin. Ayıb da, 2 kişisən. 37 yaşım var. Pavarodu geniş götür, qardaş. Pavaroda o qədər yaxın eləmə. Elə Pavarodu keçəndə rəsmi bir dənə tak elədi. Belə baba, tak belə bir dənə səs gəldi. Ayıbıdır, əgibdir, ona döncəydi, ona döncəydi.